Kimisi MTK tərəfindən məhkəməyə verilib, kimisinin evi yaşayış ola-ola sökülüb. Burada mənim evimdir, mən burada yaşayıram və yaşayış ola-ola burada texnikadan ifadə olunaraq söküntü aparılır. Görüntülər Yasamal rayonu Kazım-Kazımzadə küçəsi 34 ünvanındandır. Sakinlər iddia edir ki, Lux Resident məhdud məsuliyyətli cəmiyyəti 2019-cu ildən yaşadıkları ərazidə qanunsuz tikinti işləri aparır. Onlara məxsus çıxarışlı torpaqları və evləri əllərindən alınır. Evini tərk etməyən vətəndaşlarsa məhkəməyə verilir. Mənim küpküm var, çıxarışım var. Bu mülk mənim atamdan qalıb. 4 sota qədər mənim torpaq sahəm var. 200 kvadrat metrə qədər ev sahəm var. Bunlar hamısı mənimdir. Qanuni. Sən şirkət gəlmişsən pul qazanmağa. Bir mərtəbə alırsan, 16 mərtəbə tikirsən. Mənim torpağımın pulunu verdi. Sən mənim evimi götür sökdünən. Heç mədən demədən. Sənədli, sübutlu, çıxarışlı, texpasportlu evdir. Bunlar deməli nə edirlər? Verirlər bizi məhkəməyə. Bunlar kim? Şirkət Lux Residence. Bilmirəm hansı əsasla. Kvadratımı azaldıb yazırlar bu təbii özləri üçün. Məhkəməyə müraciət ediblər ki, güya mənim evim ümumiyyətlə qanunsuz tikilidir. Mənə cəmi, baxın, mən istəyirəm bu göstərilsin, ümumi sahəsi 40 kvadrat metr olan təmirli mənzilin binasının bünövrəsi qoyulduqdan sonra 24 ay müddətinə Abuzər qızına təhvil verilməsinə. Bu Lux Resident şirkəti mənim 32 il bundan qabaq tikdiyim evə istismar müddəti bitmiş adı qoyur. Və mənim evimin arxasında 4 metr evimdən aralıda 24 mərtəbəsini dəqiq deyə bilmərəm, evin tikintisi gedir. Məni Rafael müəllim keçən il avqust ayında çağırdı. Mənə 170 min pul təklif elədi. Mən də ailədə 5 nəfərik. Mən ona izah elədim ki, 170 min mənə ev almağa çatmır. İndi məni mayın 14-ünə bu məhkəməyə verib. Mən başa düşmürəm, biznes bunlar qurur. Mən niyə görə evimi bunlara istədiyi qiymətə satmalıyam və bunu məhkəməyə məni cəlb edir ki, evi bizə sat bu qiymətə. Mənim mülküm 200-dən yuxarıdır, həyətim də mülkiyyətçiyəm, 300 neçə kvadratdır da. Bunun üçün sizə nə kompensasiya təklif? Heç nə də bizə eləməyiblər, heç nə. Yəni heç bizlə danışıq olmayıb, gəlib 2-3 dəfə evin içinə baxıblar, çıxıb gediblər, veriblər bizi məhkəməyə. Lux Resident MMC-dən sorğumuza cavab olaraq bildirilib ki, qeyd olunan ərazidə yerləşən yaşayış sahələrinin istismar müddəti uzun 10 illiklərdir ki, bitib və kəskin qəzalı vəziyyətdədirlər. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən rəy tərtib edilib. Şirkət tərəfindən hər hansı əmlaka zərər vurulmayıb. Söküntü işləri isə yalnız razılıq əldə edilmiş sakinlər tərəfindən və yalnız öz yaşayış sahələrinə aid hissədə aparılıb. Qeyd olunan sahələr sökülərək boş ərazi tikinti işlərinin aparılması üçün şirkətə təhvil verilib. Tərəflər arasında mübahisənin həll edilməsi üçün qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edilib. Sevinç Vaqif qızı, Davud İbrahimov, Xəzər xəbər.